Dəyərli Yanıq TV izləyiciləri, hər vaxtınız xeyir olsun. Deməli, Türkiyə-İsrail münasibətləri barədə son günlər yenə bir xeyli müzakirələr aparılmaqdadır. Həm Azərbaycan mediasında, həm Türkiyə, həm də ümumiyyətlə dünya mediasında bu münasibətlər barədə fikirlər irəli sürülür. Xüsusən də İsrail tərəfinin Qəzzada formalaşdırılacaq o sülh missiyası üçün Türkiyə tərəfinin orada iştirak etməsi ilə bağlı qərara yenidən baxılması və buna veto qoyması məsələsindən sonra müzakirələr yenidən aktivləşməkdədir. Çox adam sual edir ki, niyə İsrail tərəfi birdən-birə Türkiyə ilə bağlı məsələdə, yəni Türkiyə əskərinin Qəzzadakı o sülhməramlı missiyaya, ümumiyyətlə Türkiyənin dövlət olaraq bu prosesə qatılmasına qarşı çıxdı. Əslində bu gözlənilmədən olmadı və yaxud da anidən baş verən bir hadisə deyildi. İsrail tərəfi əvvəldən Türkiyənin yaxın şərq siyasətində onun maraqlarına zərbə vura biləcək iki dövlətdən biri olduğunu bilirdi. Biri təbii ki İrandır, biri də Türkiyədir. İran məsələsinə toxunmağa lüzum yoxdur. Çünki İranın Qəzzadakı o sülhməramlı missiyaya qatılması ilə bağlı onsuz da bütün tərəflər eyni fikirdədirlər. Hər kəs İranın bu missiyada yer almasının lazımsız olduğunu başa düşür. Çünki İran ümumiyyətlə tək orada deyil, ümumiyyətlə yaxın şərqdəki bütün problemlərdə və dünya siyasətində həmişə belə deyək də problemli tərəf kimi çıxış etməkdədir. Türkiyə isə həqiqətən də həm NATO üzvü kimi, həm də ki dünya təhlükəsizliyində rolu olan bir tərəf kimi burada baş verənlərə müdaxilə edə bilərdi. Daha doğrusu prosesə yaxşı mənada nələrsə qata bilərdi. Amma İsrail tərəfi yaxşı başa düşür ki, Türkiyənin özünün regional maraqları və eyni zamanda İsrailin maksimalist siyasət aparması indi onun maraqlarına tərs olacaq. Yəni Türkiyə prosesə qatılsa nə baş verəcək? İsrailin irqçi siyasəti dayansın deyə çalışmalar aparılacaq. Çünki bölgəyə endikdə, yəni ümumiyyətlə prosesi izlədikdə, yaxın şərqdə Qəzzada nə baş verdiyini aydın şəkildə görmək mümkündür. Ola bilsin ki 7 oktyabr 2023-cü ildə müharibənin səbəbkarı kimi Həmas başlatdı bunu, amma sonrakı proseslər onu göstərdi ki, İsrail tərəfi də bir xeyli irqçi davranır, radikal dindar kimi bir dövlət siyasəti o şəkildə formalaşdırılır və bu da beynəlxalq sülhü, təhlükəsizliyi təmin edir. Yəni İsrailin o bildirdiyi məsələlər ki var, mən öz təhlükəsizliyimi burada düşünürəm, mən terrorçulara qarşı vuruşuram və s. və ilə. Amma sivillərə qarşı atılan addımlar və Qəzzada sivil insanlara göndərilməsi hədəflənən o humanitar yardımların qarşısının alınması, eyni zamanda qanunsuz məskunlaşma, Fələstinlilərin bölgədən çıxarılması ilə bağlı planlar və s. və ilə deməyə əsas verir ki, İsrail tərəfi özü də bu dəqiqə əslində haqqı olandan çoxunu istəyir və problem də buna görə uzanır. Məhz bu səbəbdəndir ki, İsrail tərəfi yaxşı başa düşür ki, onun bu kimi niyyətlərinin qarşısını alacaq bölgədə iki real gücü var. Bayaq da dediyimiz kimi Türkiyə və İran. İran onsuz da prosesə müdaxilə edə bilmir. Türkiyənin isə prosesə müdaxilə etməsi və İsrailin də Türkiyənin tərəf kimi bu belə deyək də danışıqlarda iştirakını və yaxud da gələcək sülhməramlı missiyada iştirakını təsdiqləməsi Təl-Əvivin maraqlarının ziddinə olacaq. Çünki Türkiyə artıq gələcək tələb eləyəcək ki, İsrail də öz haqqı olanı alsın, Fələstin ərəbləri də öz haqqı olanları alsınlar və bölgədə Birləşmiş Millətlər Təşkilatının da uyğun gördüyü, tələb etdiyi iki dövlətli həll prinsipi artıq belə deyək, işləsin. Bax, İsrail tərəfi də indi özü bunu istəmir. Çünki İsrail istəyir ki, bütün Fələstin torpaqlarını nəzarət altına alsın və vəd edilmiş torpaqlarına, nə bilim, Böyük İsrail xəritəsini reallaşdırsın. Bu bir səbəbdir. İkinci səbəb isə ondan ibarətdir ki, İsrail başa düşür ki, indi
o müqavimət hərəkatının üzvləri ki var. Burada mən müqavimət hərəkatı dedikdə radikal dinciləri və yaxud da terroristləri nəzərdə tutmuram. Sivil insanların öz azadlığı uğrunda, sivil vətəndaşların öz vətənləri uğrunda apardığı mübarizədən gedir söhbət. Bax, onlar hələ ki elə o terroristlərə qarşı da, elə nə bilim İsrailin, Qərbin baskılarına qarşı da bir müqavimət içindədirlər. Evlərini tərk etmirlər, yurtlarını tərk etmirlər, qalırlar bir qarın ac, bir qarın tox, əllərində silah yoxdur, hər an ölüm təhlükəsi ilə üz-üzədirlər. Amma bugünə qədər onlar öz vətənlərini qorumaq, öz evlərinə, öz obalarına, öz ata yurtlarına sahib çıxmaq üçün hələ də bir mübarizə içindədirlər. Bax, indi İsrail tərəfi hesablayır ki, o mübarizə əzmi insanlarda artıq qırılmaqdadır. Yəni, proses uzandıqca, gün günü əvəzlədikcə, ay ayı, il ili əvəzlədikcə insanların da ruhsal olaraq, mənəvi olaraq dirəniş göstərmə əzmləri azalacaq. Türkiyə əgər sahaya inərsə, Anadolu türkləri demiş, belə deyək də, ya sülh məramlı kimi əskər göndərərsə, yaxud da ki, elə diplomatik masalarda yer alarsa və həm Fələstin xalqının, həm də Türkiyə dövlətinin sözünü bu tribunadan bütün dünyaya çatdırarsa, bax bu, yəni İsrail tərəfi hesablayır ki, bu hal bölgədə dirəniş ruhunu yenidən alovlandıra bilər. İnsanların azalmaqda olan, qırılmaqda olan ümidlərini yenidən alovlandıra bilər və Türkiyə bir tarixi reallıq var da, Türk bəklənəndir. Bu 100 illərin, 200 illərin bir deyimi kimi gəlir günümüzə kimi. Bax, o bəklənən Türk ora gedəndə artıq Fələstin ərəblərində yenidən mübarizə aparmaq üçün bir ruh oyana bilər, onlara bir enerji, təbii enerji gələ bilər. Eyni zamanda Türkiyə təbii ki, həm dövlət maraqlarını müdafiə etmək üçün, həm də ümum-İslam, Türk-İslam siyasi gücünü qoruyub saxlamaq üçün məcburdur ki, oradakı pənahı türklərə olan, ümidi türklərə olan insanların haqlarının müdafiəsini də öz üzərinə götürsün. Bu məsuliyyət də öz çiyinlərində qalsın. Bax, bunu İsrail tərəfi nəzərə alır. Ona görə də istəmirlər Türkiyənin orada olmasını. Amma hər halükarda indi İsrailin nə deməyindən asılı olmayaraq artıq onun etdiyi addımlar təklənməsinə səbəb olur. Zamanla proses açılacaq, amma buna düşünürəm ki, hələ bir xeyli müddət var. Ona görə də bugün Türkiyə-İsrail münasibətlərindən danışarkən biz bu reallıqları da nəzərə almalıyıq və düşünməliyik ki, bugün Türkiyə və İsrail arasında müharibə ehtimalı da yoxdur. Hərçənd bəziləri belə bir müharibə ehtimalından da danışmağa başlayırlar. Mən inanmıram ki, bu iki tərəf indi belə bir ümumdünyəvi qarşıdurmalar fonunda bir-birlərinə güllə atsınlar, bu riski gözə alsınlar. Amma bu iki tərəfin barışacağını, razılaşacağını gözləmək üçün də hələ tezdir. Xülasələşdirsək, hərbi siyasi mənada Türkiyə-İsrail qarşıdurması davam eləyəcək. Proksi qüvvələr vasitəsilə bu kəskinləşə də bilər. Amma iqtisadi və tranzit məsələlərdə isə bir dövlət öz maraqlarını qorumaq xəttinə yenə də Türkiyə-İsrail münasibətlərində əvvəlki tempin davam etməsini gözləmək olar. Dostlar, mövzu ilə bağlı kiminsə sualı olarsa, məmnuniyyətlə cavablamağa hazıram. Şərh hissəsində bildirərsiniz, biz də oxuyub yanıtlayarıq. Hələlik çox sağ olun.